Səbuy, səni bir dəqiqə bızqırt eləyəcəm buradan. Əzizləyicilər, bizini xoş gördük. Avtoboksun yeni bölümünə xoş gəldiniz. Bugünkü qonağımız Baxışdır. Salamlar olsun hamıya. Və həmin Azerlov Vazimir Spiyetinə yaxınlaşır. Y34-ü də arxasındadır. Suallarımız çox olacaq. Baxış, xoş gəlmişsən. Xoş gördük. Baxış, avtomobillərin haqqında qısa bir məlumat zəhmət olmasa. Avtomobillər haqqında son bir neçə ayda 07 işıq uzunu çox gördü. Halbuki 2 ilə yaxındır məndədir. 2-3 tədbir oldu ki, ora çıxarıldı. Prosta orada nömrə falan olmurdu üstündə. Amma yəni hamı bilir də ki, bu 07-dir. 34 də ki, 4 ildir məndədir. 4 ildir yığılır. Hələ başı çatmır. Hələ finişnaya primaya deyirlər rus dilində desək. Final bölümünə yaxınlaşır. Az qalıb, yəni son xırda toxunuşları qalıb tam olmağı üçün. Çox yaxşı. Ümid edirəm tez bir zamanda hazır olar. İnşallah. Rəngləri haqqında bir məlumat almaq istəyərdim. Vazimir Spiyettinin rəngi belə olubmu, yoxsa dəyişilibmi? Yox, 07 öz rəngindədir. Prosta biraz sonradan asfirisi olunub, biraz başqa tonda. İndi indigo rəngindədir. O vaz sürənlər bilir o rəngi. 34 isə zavoddan yaşıl metalik gəlib əslində. Mən bu maşını alanda, yəni o qədər tündü idi ki, yəni mən o maşını qara bilib sürürdüm. Sonradan Çex pasporta fikir verdim ki, yaşıl metalik yazılıb. İndi isə təzə 4-cü seriyanın M-lərində gəlib bu rəng Sanremo Green Metallic adlanır. O rəngi götürərək 1-2 ton üstündə oynayaraq, biraz tündləşdirərək ortaya belə bir rəng çıxıb. Çox gözəl. Kəsəcəm olsun. Məcələnmə. O, skin də giyinib sənə rejissordur da. Diyan da eş. 07 dinəndə Vaz 2107 nədir? Baxış, 07-yə və BMW 34-ə sevgi adan gəlib. 07 sözsüz hamımızın alacağını xəyal oldu olmalı. Amma yenə sevgi adan yanıb sənə bundan. Belə deyim də, 07 düz vurğuladım. Hamımız uşaqlıqdan görmüşük, 90-ların pokoleniyasından gedir də söhbət ən azından öz payıma deyirəm. Ən azından hər məhəllədə 2-dən 3 dənə belə 07 olurdu, baxırdıq. O vaxtı 6300 zaten telefonlar. 5 mərtəbədən olan videoları bir-birimizə ikportla, bluetoothla göndərirdik ki, baxaq da yəni nə baş verir burada. Çünki uşaq idik, özümüz gedə bilmirdik ən azından çoxumuz. Ona görə ən azından yolla gedəndə, yəni hiss eləyirsən də o baxışları maşının üstündəki, ən azından hər bir qarajında bir dənə bu viddə 07 olmalı. Sevgi oradan yaranıb belə. 34-dəki o da uşaqlıqdan ən birinci kinolarda falan görmüşük. Çox brutal vidi var mənə görə. Maşın çox belə aqressiv görsənir. Hələ sadə vidində belə. Sonra da ki, rəhmətli Georgi Tevzadze sağ olsun, bütün dünyaya tanıtdırıb 34-ü. Başı salıb ki, 34-ü necə sürmək lazımdır, maşın necə sürülə bilər. Və düzdür, onda M5 idi, 34-ün M5 idi. Bizdə indi ölkədə təəssüf ki, mən bildiyim qədərilə 34-ün M-i yoxdur. Və hətta dünənlərdə 23 iyun tarixində Tevzadzenin ölüm günü idi. Baxış, bəs avtomobillərdə ümumiyyətlə zavod vəziyyətindən indiyənə kimi nələrlə dəyişik olunub? O siyahı böyüdü biraz. Yenə başlayaq 07-dən. Zavod vidindən bu günə belə deyək, Çex faralardı. O vaxtı 07-nin eksportunda gəlirdi. Bunlar Çexoslovakiya istehsalı idi. Onlarda Pavorotnikə fikir versin. Pavorotnik hissəsi böyük olur, tam kvadratdır. Və atraratel hissəsi də kvadrat olur. Peridokudur, yəni belə deyək, konstruksiyada olan dəyişikliklərdir. Və maşın bu hala gəliləndən sonra ancaq onsuz da sərgilərə gedib gəlir, eventlərə, festivallara gedir. Bu viddə sürülməyi onsuz da mümkün deyil. Yəni belə desək, şofka kimi fərqli. Bəli. Qabaq patpres dəyişilib, orijinal bensin qoyulub. Maşının rəngində biraz dəyişiklik olunub, asfirisi olaraq. Diskləri dəyişilib. O vaxtı 90-cı illərdə sevilirdi bu disklər. Mangels Şerif, hətta o vaxtı malış deyirdilər bunlara. Əsasən də 215 təkərlə Timbolidə, yəni o vaxtdan sevilir və maşın iminə o 90-ların
vidindədir. İndi arxası çox salınmayıb, aşağı qabağı qaldırılıb. Enli təkərlərdir. Prizqaviklər ləğv olunub, audio sistema quraşdırılıb. Maşın salon olaraq zavoddur. Yəni sidenyaları, şiti falan, priboru. Dediyim kimi uzunuşqa güzgüdür. Mercedes güzgüsü. Shotgun biri ləğv olunub. Şüşəsilərin. Bu da hamısı o vaxtın stilinə aid. O indi xırda əlavələr elə bir dəfə beynimizə vurdu, elədi, elə qalıb üstündə. Başqa elə bir dəyişikliyi yoxdur maşında. Nasıl bu bizində? 34-ün zavod halından indikiyə qədər bir dənə gövdəsi qalıb da, kuzası qalıb belə deyək. Maşın 94-cü ildir, restylingdir. Yəni restlə dorestin arasında qabaq hissəsində fərq olur. Bundakı bığlar daha enlidir və kapotun cizgiləri daha enli gəlir. Dorestdə daha ensiz olur hissəsi. Faralar Hella Black-ə yığılıb. Dal qabaq M buferlərdir, M güzgülərdir. O da ləğv olunub artıq yenə də dəyişiklik olunur. DTM güzgülər qoyulur. O da 34-də yalnız Schneider paketdə olub. DTM güzgü. Salonunda hal-hazırda 60 kuzan sidenyalarıdır, elektrondur. Hələ audio sistema var, hələ yığılmayıb içinə. Motora yüngül toxunuşlar olunub. Misal üçün deyək, 2 motor olsa da provodkası deyək, beyin hissəsi 39-25 motorunki yığılıb. O da daha rahat getməsinə səbəb olur. Maşının alınan gündən bu günə qədər peki bir 30-cu komplekt disk təkərdə dəyişilir. Bu son tapıntımdır və mənə elə gəlir ki, bu disklər uzun müddət qalacaq. Yox, son olmayacaq. Məndə biraz o barədə xəstəliyi var, yəni bir disk təkərlə 3 aydan, 4 aydan artıq sürə bilmirəm. Amma bundan elə gəlir ki, bu disklərlə dostlaşacağıq. Disklər üstündə Brook'dur, orijinal B1 modelidir. Sonradan enlədilib, yəni zavod polkaları bunların daha balaca olur. Orada barmaq olunub, belə deyək. Salonda elə bir dəyişiklik yoxdur, dediyim kimi sidenyalardır, audio sistemadır, xırda elementləri Alcantara ilə üzlənib. Orijinal Momo roldur üstündə. Onlar tapsıqa batmış. Neysə? Deyəcəm də, gəlirəm də, belə eləyirsən, başa düşəmirəm, başvu qaşıyırsan, yoxsa mənə nəsə deyirsən? Belə bir mövzuya toxunmaq istəyərdim ki, misal üçün bu 34-də nələr var ki, hələ ki şəhərdə heç bir 34-də yoxdur və müəyyən məqamlar var ki, bəlkə də heç olmayacaq. Dediyim kimi disklərdir, ölkədə cəmi 3 ya 4 komplekt olmalıdır bundan, o da ikisi yoxdur ortada, bilinmir hardadır. Biri səhv eləmirəmsə, bir Mercedesin üstündədir və bunlardır. Və 4 idi, hətta birini deyəsən sıradan çıxardıblar, qolu əyilib, belə bir şey. DTM güzgülərdir, dediyim kimi. 2 dənə 36 kuzada rast gəlmək olar şəhərdə, 34-də olmayıb, Bakıda. Bu ilkdir, yəni ki, bir müddət elə qalacaq. Amma güzgülərin təzələrini tapıb sifariş eləmək olur yenə də. 34-də Touring modelini saymasaq, yəni universal modelini saymasaq, heç birində şüşə lük olmur. Bu modelə birə-bir gedən lük tapmışam, şüşə. Hal-hazırda lüku yağlamaq falan, böğrün rezinlərin falan tapıb üstünə qoyub, ondan sonra ustanovka olunacaq maşına. Və ona görə də elə salon yarımçıq qalıb. Çünki stoykadan yuxarını hələ ki yığa bilmirəm, lük dəyişiləcək deyə. Avtomobil hələ də yığma prosesindədir. Ümumiyyətlə, avtomobili yığmağa başlayanda, yəni sən deyim ki, konkret son nöqtəyə gəlib çıxmaq olur ki, yox, bundan sonra dəyməyəcəm, yox. Maşın 2 il malyarda yatıb, sağ olsun. Bütün malyar dostlarımı buradan salamlayıram, özləri bilir kimi deyirəm. Hamısı dost tanışdı deyə, heç kimi xətrini dəymək istəmirdim deyə vaxtında. Maşın, yəni normalda tam rənglənməyi, yaxşı, mən rəng dəyişilirdi deyə qapılar içəridən rənglənib, bagajın içi rənglənib, kaput içəridən rənglənib. Olsun 1 ay çəkməsin, olsun 2 ay, amma 2 il yox. Hətta elə olub bezmişəm, dostumla saat 10-da işdən çıxırdım, dostum gəlirdi evdən, gedirdik saat 3-ə kimi, 4-ə kimi, 5-ə qədər, səhərə qədər biz maşını sürtürdük. Nə bilim, matovka alırdıq, şkurka alırdıq, elirdik, hazırlayırdıq. Hətta günlərin bir günündə
bir yerdən hələ bu maşının işlədiyimiz yerdə bir yerdən yıxılıb, yəni belimi də sındırmışam, onurğamı 2 yerdən qırmışam. Hamısı bu maşının yolunda olub. Yəni rahat şəkildə deyə bilərəm ki, mən bu maşının yolunda canımı qoymuşam. Elə hələ də rəng işləri gövdə olaraq qurtarıbsa da, yəni dal qabaq buferlə rənglənməlidir. O da sonuncu malyarla da yolun axırına çata-çatda yenə də onunla da qırışdıq. Ona görə maşın yenə yarımçıq qaldı. İndi dal qabaq buferdir, padnoşkadır, arxa spoilerdir, belə xırda şeylərdir yenidən rənglənməlidir və disklər restavrasiya olunacaq. Disklər bəs hansı rəngdə olacaq, yoxsa disklər indi gözümüz öyrəşsin deyə təxmini primerka eləyə bilək deyə özümüz ağ rəngə rəngləmişik, amma matıvıdır. Onlar tam olaraq sürtülüb, yenidən glyansiv, yəni parlaq ağ rəngdə olacaq disklər. Polkalarda təbii ki, xrom. Bəs belə bir şey deyim, E34 çox adam sürür ölkədə. Çox adamda isə 34-ü qorxulu avtomobil kimi tanınır. Deyirlər ki, BMW rasxoddur, nə bilim. Bəzi adam deyir ki, get BMW al, bəzi adam deyir ki, yox alma rasxoddur, səni incidəcək. Bu haqda nə demək istəyirsən? O biraz sporlu məsələdir, nəyə görə? Yəni BMW ümumiyyətlə rasxodlu maşın istənilən markanın modelinə demək olar, əgər maşın əvvəldən baxılmayıbsa. Əgər maşın əvvəldən pis əllərdə olubsa, hə. Yəni misal üçün Volkswagen-i yaxşı avtomobil kimi tanıyanlar da var, sürənlər, amma xala qızı deyənlər də var ona, çünki çox rasxodlu avtomobildir. Mənim özümdə misal üçün Golf 3 olub, birinci maşınlarımdan biri idi o 2015-2016-cı illərdə. Yəni o maşın məni yedi. Çünki əvvəldən o maşına baxılmayıb, detallarını tapmaq çətin idi. BMW də elə. Yəni sən bunu incitsən, müəyyən qədər, yəni keyfiyyəti çatana qədər sənin əlindən tutacaq, ondan sonra sənin belivi qırmağa başlayacaq. Rasxod baxımından, vaxt baxımından çox tələbkar olacaq. Bu maşın 4 il ərzində, indi deyə oradan il yarım 2 ilin sürülməyib. 4 il ərzində, yəni detallarından danışmasaq, yəni detallar öz zövqümə görə dəyişmişəm misal üçün. Sırf maşının rasxodundan danışsaq, yəni motoruna 4 il ərzində əl vurulmayıb, açılmayıb, raklatka nə deyək, dəyişilməyib 4 il ərzində. Peridokun yığdırmışam, rezin falan, yəni rasxodnikləri. Bir dəfə o da son ay yarım ərzində oldu. Maşın artıq kraskadan çıxandan sonra, yəni normal bir şeydir, 2 il yatıb. Benzinsosu problem eləyirdi. 1-2 dənə far sunkası təmizlənəndən sonra buraxmağa başladı. Yəni deyim ki, bu maşın məndən kiçik problemləri var yəni. Xırda problemlərdir və bunlar rasxodnikdir. Yəni bunları şeylərdir yəni. Yəni bu onsuzdur, yəni bu maşını dayanmadan sürürsənsə də, sürmürsənsə də, yəni bu bir müddətdən sonra öz keyfiyyətini itirir zapçəsi və onu yeniləməlisən. Yəni deyim ki, bu 34 rasxodludur, yox. Amma 34 qrupunda varıq, misal üçün orada 100-dən çox adam var. Gündə ustalarda olan maşın da var. Yəni bir ustadan çıxır, bir gün sürülməmiş başqa yeri xarab olur. Elələri də var, amma yəni aylarla, illərlə üstünə pul qoymadan bəhbəhlə sürən adamlar da var. Hamısı maşın keçmişindən asılıdır və sən maşınıma necə baxırsan ondan asılıdır. Bax, ümumi olaraq danışsaqda mən istəyirəm ki, son bir il ərzində avtomobildə sənə nə kimi problemlər yaradır? Problem yaradıb deməzdim, yəni yolda qoymayıb, yəni 2 il yatmış maşın heç nə eləmədən yola çıxartmışıq, hətta yağın belə dəyişmədən, çünki ən azından yağ dəyişmək üçün gedib servisə çatmalı idi. Ondan bəri bu maşın yolda qoymayıb, amma ki, yağını dəyişmişəm, sveçalar dəyişilməlidir indi, peridokda razvalinləri dəyişmişəm, mayknik dəyişilib, indi 2 dənə qolları dəyişəcəm, böyük qolları, amma rasxod deyil, problem yaratmır, amma ki, artıq alınıb, maşının üstünə ustanovkanı gözləyir. Blokirovka most qoyulacaq maşının üstünə, kardan sistemi falan, bunlar hamısı 2.5 ilə yığılacaq. Ki, maşın həm daha dinamik olsun, favorotlarda daha, belə deyək də, yol tutumu daha yaxşı olsun deyə. Həm də ki, blokpostlarda bir festivala falan çıxanda, eləyəndə time attack olsun, drift olsun. Yəni 2 motor olsa da istənilən 34-də blokpost qoysan, yəni çox rahat bir şəkildə drift eləyir. Yəni istədiyin sürüşü Driftkar performansını vermir, amma yəni qurd öldürmək üçün idarə eləyir. Sürüş performansının güclü olur da. Təbii ki, təbii ki. Bax, avtomobildə daha da nələri dəyişmək istəyirsən, yəni nələri dəyişdiyin, daha çox istəyirsən?
O sual heç vaxt cavabsız qalmaz da, yəni daima nələrsə dəyişmək istəyirik maşınlarda. 07-dən götürsək, beynimdə 2 dənə Hella fara var. Hella dumanlılar deyirlər, buferin üstündə olur, böyük. Hella Rally modeli adlanır. Xeya Starlux'dur, bir dənə stop. O da hamısı yenə də o 2000-ci illərin vidini tamamlamaq üçündür. Maşın uzun müddət qalıb, disklər yenidən restavrasiya olunmalıdır. Artıq xal atan yerlər, pas atan yerləri var. Çünki yəni, bilənlər bilir, Mangels diskləri təmizləmirdi. Və bunu xrom vidində sürəndə ya gərək lak vurub xromun parıltısını öldürəsən, amma uzun ömürlüyü çox olacaq onda. Ya da ki, belə yəni, bir neçə aydan bir su dəyir, yağış yağır falan, bunlar təzədən polirovka olunmalıdır. 07-də deyərdim ki, başqa bir elə bir dəyişiklik eləmək fikrim yoxdur. Yəni 07-ni çox yığmağa başlasan artıq istədiyimiz viddən çıxır da, artıq başqa bir şey olur nəsə. Halbuki onun da öz vidi var. Şəhərdə misal üçün bildiyim bir dənə 05 var, bir dənə də 07 var. Hansı ki, dalqabaq texnoresor prujinlardır üstündə, maşın tam pasatqalıdır. Disklərin dəyişiblər, polkalı disklərdir falan, çox bomba görsənir. Amma yəni zövq məsələsidir. Mənə o da xoşuma gəlsə də bu vid mənə daha belə deyək də dəyərlidir. 34-də indi yaxın zamanda ola biləcək dəyişikliklərdən danışım. Misal üçün dumanlılar sökülüb, yuyulub təzədən qoyulacaq üstünə, faralar açılıb yuyulacaq, yenidən restavrasiya olunacaq, içi qaralılacaq. Pavrotniklər dəyişəcək. DTM güzgün dediyim kimi bir tərəfə onu periodilk eləyib uyğunlaşdırıb qoymuşuq. Çünki 34 üçün deyil, mən aldığım universal bir şeydir. İkinci tərəfdə hal-hazırda M güzgüdür, amma o da dəyişilib, DTM qoyulacaq. Dediyim kimi spoiler, padnoşkalar, bunlar qoyulacaq üstünə artıq rəylənəndən sonra disk restavrasiya olunacaq. Texniki məsələsində dedim, blokmostdur, kardandır, balkadır, podvisnoy sistemidir. Bunlar yenisi ilə əvəz olunacaq, daha pro bir şey qoyulacaq üstünə. Hələ ki, başqa bir şey beynimdə yoxdur. Başqa nələr dəyişmək fikrim var? Kamar zay deyə. Bəs belə bir şey deyim, elə olub ki, nəsə iş görəsən, bezəsən deyəsən, bu avtomobili mən dəyişəcəm və yaxud dəyişmək kimi bir fikrin varmı? Yəni, bu qədər əziyyət çəkmişsən, bu əziyyətdən sonra dəyişmək fikrin var ümumiyyətlə? Dəyişmək fikrim yoxdur, amma sən dediyin o ayda, bezlimləmlə, yəni bununla hər gün rastlaşıram. Çünki hər işimiz rahat getmir. Elə olur ki, misal üçün, hansısa detalı ürəyimiz istəyən vəziyyətdə olanın tapmağa çətinlik çəkirik, yoruluruq. Yəni, məncə bu bütün maşın həvəskarı, maşın yığmaqla məşğul olanların başına gələ bilən bir şeydir. Amma yox, maşınları dəyişmək kimi bir fikrim yoxdur. Hətta çox heyfslənirəm ki, keçən ilin mart ayında 4 faramı W219-a satmışam. Onu da məncə müəyyən kütlə tanıyır, nə maşını idi. 3.2 dizel, qara, avangard, Larzon disklər, nasarkası, motoruna barmaq olunmuşdu, beyinə əlavələr yazılmışdı, salonu yığılmışdı. Tam salonun bütün mebelləri Lamborghini'nin, onun rəngin adı falan yadında deyil, onu bilirəm ki, Xamilyondur. O tərz vinil almışdıq, onunla üzləmişdik, audio sisteması olsun, orijinal monitoru falan. Çox super vəziyyətdə maşın idi. Hətta qanundan kənar olmasın deyə lupalı dumanla zakaz eləmişdim ona qədər, yəni ki, istədiyim tərzdə sürüm deyə. 34-də amma o kimi problemimiz yoxdur, yəni deyək, boş yerə saxlamasınlar. Bu Legendary orijinal lupadır zavoddan, Hella faralarında dumanlıdır. Yəni bu 34-də rahatçılıq da var idi. Bunlardan bezmişəm kimi belə bir fikrim yoxdur, amma ola bilər ki, yaxın zamanda 07 satışa çıxsın. O da heç istəmirəm. Amma belə deyək, olacağa çarə yoxdur, məcburiyyətdir. Tək ola bilər elə bir qapı açılar ki, misal üçün 07 satılmadan o problemlər həll olunsun. Amma bugünkü günə fikir budur ki, yaxın müddətdə 07 satılacaq. Ümid edirəm ki, heç satmayasan, yəni bu gözəl proyektdə adam heç satmaq istəməz. Amin, amin. Amma hər şey bizdən asılı deyil, təəssüf. Sən bildiyimiz qədərilə Hyperdrive komandasının üzvüsən. Bəli. Hyperdrive komandasından nələr demək istəyərsən? Hyperdrive komandasının ilk öncəliklə salamlayıram hamısını. Rəhbərləri də Stasdır, Aleskerov, Şamildir, dostlarımız hamısını salamlayıram buradan. Nə deyə bilərəm? Hyperdrive
avtomobil yığılmış avtomobillər toplumu olmaqdan da böyük bir üstünlüyün deyim ki, orada iminlə komanda deyilən bir şey var. Yəni hətta ora qəbul olmaq istəyən adamlar da birinci insan özü ilə tanış olurlar. Yəni adamın özünü aparmağı olsun, falan avtomobillər haqqında biliyi, ondan sonra artıq yığdığı avtomobilə baxırlar ki, yəni nə zövqlə, nə tərzlə yığılıb. Adamın avtomobilinə baxanda, yəni həqiqətən adamın xasiyyəti haqqında çox şey demək olur. Ona görə də o qrupda şəhərin çox qruplarından, çox klublarından daha az adam var, amma bütün klublardan da məncə daha sıxıq bir-birimizə. Çünki avtomobil eventlərindən əlavə olaraq Hyperdrive daxilində axşamlar oturub çay içməklər olsun, hardasa zavtraka getmək olsun, nə bilim gedib hardasa dincəlmək olsun, bunlar hamısı təşkil olunur. Bəs 34 sürənlərə və gənclərə məsləhəti nə olur? Sürməyin. 34 sürənlərə nə tövsiyə eləyim? Tövsiyə eləyim ki, maşınınızın dediyim kimi, yəni birinci texniki hissəsinə fikir verin, sonra keçin vizual yığmağa. Çünki belə baxırsan ki, misal üçün də görürük də şəhərdə 34-ləri az da olsa var, yəni gündə 2 dənə, 3 dənə 34 çıxır qabağımıza yolda. Baxırsan ki, vizualda qəşəng maşındır, ya motorundan gəlməyən səs yoxdur, ya nə bilim mostu səs eləyir, ya nə bilim diskləri əyri-üyrüdür, zaten. Yəni baxırsan ki, vizuala fikir verirlər, kraskası salan hər şey okeydir, amma maşına texniki fikir vermirlər. Yəni 34 bağışlamır elə şeyləri, sonra adamın belin qırır rasxodla. Sən mənə belə də, mən də sənə belə deyəcəm də, yəni. Təbii ki, sən maşına yaxşı baxacaqsan, sənə yoldaşlıq eləyəcək, yolda qoymayacaq. Baxmayacaqsan, beli qıracaq. Eləsə pis maşın yoxdur, pis sürücü var. Təbii ki, o bütün avtomobil sahiblərinə aid eləyərəm o sözü də, yəni ki, maşınınızın birinci texnikinə fikir verin. Bəs belə deyim, ölkəmizdə keçən eventlər barəsində nə demək istəyirsən? Nələrdə iş olmağı istəyirsən? Ölkəmizdə event təşkil eləməyə çalışan hamıya birincisi çox sağ ol deyirəm. Çünki ildən ilə tədbirlər, eventlər falan bunlar artır. Yəni istər hansısa avtomobillərin klub görüşləri olsun və yoxud istər geniş proyektlər olsun, Hyperdrive-ın proyektləri olsun, drive show olsun, fərq eləmir. İldən ilə artır, dövlət tərəfindən təşkil olunur, yürüyüşlər, klassik avtomobillər haqqında, sportkarlar haqqında, nə bilim, Lamborghini-lər yığışır, rayona gedir. Baxıram, ləzzət edir. Çünki bunların hamısı avtomobil tuninqi olsun, avtomobilə maraq olsun, bunların hamısının inkişafı deməkdir. Başqa yəni elə bir verə biləcəyim tövsiyə yoxdur. Çünki özüm o işlə məşğul olmuram. Ona görə də məncə hər öz işini yaxşı bilir. Hər kəsə uğurlar arzu edirik. Təbii ki, hamıya uğurlar və hamıya təşəkkürlər. Baxış, əziyyət çəkdin, gəldin, çox sağ ol, təşəkkür edirəm. Son ürək sözlərin varmı sənin bizə? Siz sağ olun. Yenə dediyim kimi avtomobillərin tuninqin inkişaf olunması üçün siz də əziyyət çəkirsiniz, işıqlandırırsınız, göstərirsiniz, bizə də xoş olur. Həm digərlərin çəkdiyi əziyyət haqqında məlumat almaq, həm öz əziyyətimizi nəsə bir danışmaq eləmək ki, cəmaət də baxsın, həvəslənsin, özümüz də həvəslənək. Sağ olun, sizə də təşəkkür edirəm. Mən tərəfdən də Vinil Qaraja böyük təşəkkürlər, sağ olun. Biz də təşəkkürümüzü bildiririk. Gələn görüşlərdə sağ olun, salamat qalın. Növbəti videoda görüşmək üzrə. İnşallah. Sağ olun.